xüsusilə oğlan gözlənilən evlərdə doğulan qız uşaqları bir oğlan kimi, yəni kişi kimi, erkək kimi yetişdirilir. Məsələn, bunu siz daha dində uşaqlarla daha çox işləyirsiniz. Necə görürsünüz, necə müdaxilə edirsiniz? Ümumiyyətlə necə olmalıdır məsələn? Uşaq və yeniyetmə psixiatriyasında çox sıx qarşılaşmırıq belə bir ailənin bəlkə sözəl olaraq ifadə eləsələr də ki, məsələn, səni oğlan gözləyirdik, qız oldun falan, amma geyim tərzində falan çox belə bariz fərqliliklər olmur. Ancaq təbii ki, önəmli olan hər uşağı cinsiyyətinə görə davranmaq, cinsiyyətinə görə böyütmək çox önəmlidir. Və dediniz oyuncaqlarla oynamaq, təbii ki, oğlan uşaqlarının sadəcə silahla, maşınla oynamasının tərəfdarı deyilik bir uşaq psixiatrı olaraq. Çünki uşaqlar həm də oyuncaqlarla, yumşaq oyuncaq olsun, kuklalarla falan oynamalıdır. Çünki bu bir mərhəmət duyğusunun əmələ gəlməsində, uşaqların sevgi, qayğı göstərmə duyğusunun əmələ gəlməsində çox önəmli rol oynayır. Ona görə də təbii ki, oyuncaqlarda cinsiyyətə ayırmır.